Bir nəfər öz atı ilə meşədən bulağın kənarından keçəndə gördü bir nəfər yatıb, uzanıb ağacın altında yatıb və yaxınlaşanda ona gördü ki, bir dənə balaca bir ilandır, zəhərli bir ilandır, gəlib çıxıb bunun sinəsinin üstünə. Çox ehtiyatla yaxınlaşmaq istədi ki, ilanı ondan uzaqlaşdırsın. Bu yaxınlaşana qədər ilan girdi həmin şəxsin ağzına və oradan da boğazı ilə getdi mədəsinə. O şəxs də yuxudadır, xəbəri yoxdur heç bir şeydən. Bu da indi bilmir ona necə kömək eləsin. Və ağlına bir şey gəldi, götürdü qamçısını, mindi atına və gəldi, dayandı bunun başının üstə, başladı bunu yatmış şəxsi qamçılamağa. Bu da ayıldı yuxudan, baxdı, gördü ki, bir nəfərdir qamçılayır. O qədər qamçı vurdu buna ki, dedi, qaç. Bu da başladı qaçmağa, düşüb arxasıcan qamçı ilə vura-vura o qədər qaçırtdı bunu ki, təngi nəfəs daha son nəfəsinə çatıb. Çatdılar bir alma ağacının kənarına. Alma ağacının dibindəki xarab olmuş almalar tökülmüşdü. Düşdü atından yerə, yenə döyə-döyə, qamçılaya-qamçılaya bunu dedi ki, tez bunlardan ye. O da heç ağzını açmağa da imkan vermir. Soruşmaq istəyir ki, ay qardaş, niyə görə axı məni döyürsən, niyə görə məni incidirsən? Bu elə qamçı ilə döyür onu. Dedi, tez bunlardan ye. Götürdü bir neçəsini yedi və təbii ki, o xarab olmuş almalar idi. Özü də təngə nəfəs halda nə qədər yol qaçıb, döyülə-döyülə yol gəlib və o almaları qaytardı. Yediklərini qaytardı və qaytaranda da ilan bunun boğazından düşdü yerə. Və orada özünə gələndən sonra həmin şəxsdən, döyən şəxsdən soruşdu ki, axı niyə görə məni döyürdün, niyə görə məni incidirdin? Dedi, sən ona görə döyürdüm ki, qaçırdım səni, bu almaları yedizdirim sənə, ondan sonra sən qaytarasan ki, ilan sənin mədəndən gəlib düşsün. Və qaçırtma, səni də döyməsəydim, təbii ki, qaçmayacaq, ona görə döyməliydim səni. Bu şəxs dedi ki, elə buna olmazdı ki, döyməyəsən, mən elə əvvəldən oyadardın, deyərdin ki, mədəndə ilan var. Dedi, yox, əgər mən onu sənə desəydim, onda sənə əslində ehsan yox, yaxşılıq yox, pislik eləmiş olardım. Sən elə onda ürəyin partlayardı, qorxudan ölərdin.